Hanı Lənkəranın xiyar, pomidor, düyü, çay sahələri? Hanı yüz minlərlə qoyun quzusu olan, varlı və ənənədə olan çoban yaddaşımız? Hamısı xaricdən ucuz və kiminsə cibinin xeyrinə gətirilən, sonra da tərkibindəki kimyəvi qatqılardan onkoloji xəstəliklər yaradan saxta məhsulların badına getdilər. Bu hal kiminsə varlanması halı deyil, ha. Bu hal həm də fikrimcə milli sabotajdır. Sual hələ də açıqdır. Kəndli kəndinə necə dönsün, hara dönsün? Cavab da, kənd yenidən qurulmalıdır və onun işləməsi üçün şərait yaradılmalıdır. İndi məsələ belədir. Kəndi bərpa etməliyik. Bir də kəndlinin insafına dua etməliyik. Bu isə artıq böyük Türk dilinin Anadolu siyasətində, şivəsində deyilən kəndinə dön ifadəsinə müraciət etməyimizi gündəmə gətirəcək. Kəndinə dön, ulu kəndli. Sən kəndinə dönəndə özün də böyük olursan, Azərbaycan da böyük olur.